Fəzanın M nöqtəsi tərəfləri 13, 14 və 15 olan üçbucağın tərəflərindən 5 cm məsafədədir. M nöqtəsindən üçbucaq müstəvisinə qədər məsafəni tapın. Əvvəlcə üçbucaq çəkirik. Deməli, bu müxtəlif tərəfli üçbucaqdır. 13, 14 və 15. Fəzada hər hansı bir M nöqtəsi götürürəm. Deməli, burada piramida alınacaq. MA olacaq MB və MC. İndi bizdə nə soruşur? Bizə deyir ki, M nöqtəsindən üçbucaq müstəvisinə qədər olan məsafə, yəni hündürlüyünü istəyir. Bunu istəyir, burada bir x yazaq. Və M nöqtəsi, deməli, tərəfləri, üçbucağın tərəflərindən 5 cm məsafədədir. Baxın, təpələrindən demir, tərəflərindən deyir. Yəni, buradan məsafəsi 5'dir. Bu K nöqtəsi ilə buradakı O-nu birləşdirirəm. Yəni, burada MK 5'dir. MO-nu soruşur bizdən. Və burada perpendikulardır. Yəni, bu MO hündürlüktür. Oturacaq müstəvisinə perpendikulardır. Və buradakı OK daxilinə çəkilmiş çevrənin radiusudur. Yəni, üçbucağın daxilinə çəkilmiş çevrənin radiusudur. Əgər desəydi ki, M nöqtəsindən təpələrinə qədər məsafə 5 cm-dir. Yəni, MC, MA, MB 5 olardı. Və biz OC-ni birləşdirəndə üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapmalı olardıq. Amma burada isə bizə lazımdır kiçik R. R bərabərdir sual. İndi biz əvvəlcə nəyi tapmalıyıq? Oturacaqdakı fiqur bərabər müxtəlif tərəfli üçbucaq olduğuna görə həmin üçbucağın sahəsini herondan tapaq. P bərabərdir yarım perimetr. 13 üstə gəl 14 üstə gəl 15 böl 2 bərabərdir 21'ə. 21'ə. İndi S bərabərdir kökün altında 21 vur. 21'dən 13 çıxıram 8. 21'dən 14 çıxıram 7. 21'dən 15 çıxıram 6. Bu da bizə verir 84. Çünki bunu əvvəl hesablamışam. Bayaqdan yəni mən MC-ni, MA-nı 5 kimi götürürəm. Görürəm ki, cavab alınmır. Sonra gördüm ki, yəni üçbucağın tərəflərindən 5 cm məsafədir. Yəni diqqətsiz oxumuşam sualı. İndi sahə düsturumuz da P vur R böl 2. Buradan kiçik R tapırıq. Kiçik R bərabərdir P'də 2S. 2 vur 84 böl perimetr 21. Bu da bizə verir 4 dəfə düzgün yazılıqsa perimetr 20 yox, perimetr 21 deyil axı. Perimetr mən burada yarım perimetr 21 yazmışam. Perimetr bunun 42'dir. Burada 42 yazmalıyım. Perimetr 42'dir. 84'ü 42'ye böləndə 2 dəfə, 2'ni 2'ye vuranda 4. Radius 4'dür. 5 4'düsə Pifagora görə x də olacaq 3. Yəni düzgün cavab C variantı. Ümid edirəm ki, aydın oldu. Buradakı bu düstur Heron düsturudur. Çünki üçbucaq müxtəlif tərəfli olduğuna görə bunu Herondan tapmalıyıq. Düsturun özünü yazmadım. Yəqin ki, bilirsiniz düsturu. Buradakı perimetr isə ümumi üçbucağın perimetridir. Yəni buradakı perimetr yarım perimetr deyil.